Ələ əleyhissalam haqla batili ayıran meyardır. Ələ əleyhissalam Peyğəmbərin həqiqi yolunu gedənlərlə getməyənləri ayırır. Peyğəmbər Şabaniyyə xutbəsində buyurur: "Ya Əli, və mən qətələkə fəqəd qətələni." Hər kəs səni öldürsə, məni öldürüb. "Və mən əbğəzəkə fəqəd əbğəzəni." Hər kəs səninlə düşmənçilik etsə, mənimlə düşmənçilik etmiş olur. "Və mən səbbəkə fəqəd səbbəni." Hər kəs səni söysə, məni söyübdür. Niyə Peyğəmbər əleyhissalam haqqında bu sözləri deyir? Çünki əleyhissalam haqla batili ayıran meyardır. Əleyhissalam Peyğəmbərin yolunu həqiqi gedənlərlə getməyənləri ayırır. Çoxları deyir biz Peyğəmbərin yolundan gedirik. İddia edirlər ki biz Peyğəmbərin yolunu gedirik. Belə deyənlər görün əleyhissalama münasibəti necədir? Əgər əleyhissalamla düşmənçilik edirlərsə, yalandan deyirlər biz Peyğəmbərin yolunu gedirik. Peyğəmbərin yolunu gedənlər əleyhissalama tabe olarlar. Çünki əleyhissalam Peyğəmbərin özüdür. Əleyhissalamın yolu Peyğəmbərin yoludur. Əleyhissalamın yolu Peyğəmbərin yolundan başqa bir yol deyil.